Salam dostlar. Bu günləri sizinlə yeni smartfon Poco X7 Pro icmalını keçirərik. Ümumiyyətlə, dəyərmi sizdə əgər X6 Pro-dursa da X7 Pro-ya keçməyə dəyər ya yox? Ümumiyyətlə, xarakteristiklərindən keçək. Ekran 6,67 düymdür. AMOLED 1220-nin 2712. Çip MediaTek Dimensity 8400 Ultra, yəni çox güclüdür. Kamera, 2 dənə kamerası var. Biri 50 megapikseldir, ikincisi isə 8 megapikseldir. Batareyası, bəli dostlar, 6000 mikroamper saatdadır. Android 15-dir. Ümumiyyətlə HyperOS-dir. Çəkisi isə 195 qramdır. Ümumiyyətlə nə yazırlar? Demək, ekranı çox adamın xoşuna gəlir, yəni 91%-in bunu istifadə edənlərin ekran zövqündədir. Kamera 72%, bəli, kamera yəni çox güclüdür, ancaq pis də deyil. Performans 72%, oyunlar 75%, yəni çox gözəldir oyunlar üçün. Batareyası 80%, rabitə 80% və yekun qiymətləndirməsində belə deyək də ortalama cəmiyyətin xoşuna gələn, gəlməyən, ümumiyyətlə götürəndə 82% insanların xoşuna gəlir. Cəmisi, yəni şəkilçində, batareyasında, kamera, performans, oyunlar, ekran hamısını bir gündə götürəndə ortalama 83% yarım deyək ki, xoşlarına gəlir. Demək, üstünlüklər və mənfi cəhətlər. Demək, üstünlüyü nədir? Dolby Vision dəstəyi ilə ən yüksək səviyyəli ekran. Öz sinfində benchmark performans, yəni ki, bu qiymətə, bu sinifdə, bu smartfonların sinifində ən güclü yığanlardan biridir. Yəni bundan sonrakılar, yəni çox yığanlar bu flaqman smartfonlar deyilir, ancaq onlardır. Əlbəttə ki, qiymətlər də ümumiyyətlə təxmini bir 30%, 40%, 50%, bəziləri isə 100% bundan artıqdır qiymətdə. Həm də tez doldurulan tutumlu batareya, sürətli batareyası var. Süni intellekt xüsusiyyətləri ilə istifadəçi dostu və funksional HyperOS 2.0 interfeysi. İntazam onun bir nöqsanı var ki, mənfi cəhəti odur ki, reklam var. Yəni bunu qurdun, məsələn, kalkulatora girirsən, reklam çıxır. Öz qalereyaya girirsən, şəkillərinə baxma, reklam çıxır. Kişi belə olmaz. Yəni, ümumiyyətlə ancaq onu söndürmək olar. İndi isə mənfi cəhətlər. Avropa modellərində güc adapteri daxil deyil. Bizim üçün yəni, adapter daxildir. Ultra geniş bocaqlı fotoqrafiya olduqca zəifdir və 10 kamera da bu qiymətə kateqoriyasında üçün olduğundan daha pisdir. Yəni belə deyək də, yəni çox da pisdir, ancaq yəni bu qiymətə, bu mesela Poco X7-dir də, Poco X6 bundan biraz üstündür. Yəni belə bir şeylər var. Steam proqramlarında hələ də ki daxili reklamlar var. Micro SD kart üçün eSIM və ya yer yoxdur. Yəni nə eSIM qoya bilməzsiniz bura, nə də ki micro SD kart. Bəli, bu mənfi bir cəhətdir. Məhdud Always On Display imkanları. Ümumiyyətlə yenə nə demək olar? Ekran, yəni gözəl AMOLED, ölçüsü 6,67 düymdür. İcazə 1220 2712 piksel. Nə bilim, nə demək olar? Yeniləmə dərəcəsi 120 Hz-dir. Yəni bunun özü böyük bir şeydir. Nə bir də demək olar? Dolby Vision var, HDR dəstəyi, sensor səs vermə dərəcəsi 480 Hz. Ekranın qorunması, bəli, bu çox bir vacib bir şeydir. Corning Gorilla Glass 7i. Yəni ki, nisbətən bu Poco X6 Pro ilə müqayisə etsək, bunun ekranı daha da üstün, çox üstündür. Belə deyək, doğrudan da çox üstündür, çox irəli keçibdir. Ümumiyyətlə nə demək olar ki, Xiaomi Poco X7 Pro sələfləri ilə müqayisəsində cüzi bir dəyişiklikləri məruz qalsa da Dolby Vision funksiyasını dəstəkləyən ekranı malikdir. Yəni ki, Poco X6 Pro ilə müqayisə etsək,
fərqi cüzidir. Yəni onunla ona keçməyin mənası vallahi həm sual altındadır. Keçmək də olar, keçməmək də olar. Ancaq indi aydın məsələdir ki, bu yeni çıxıbdır. Bunun indi təzələnməsi, proqram obnovleniyası olmadan demək olmaz. Çünki zəif yerləri indi aydın məsələdir ki, yaxın bu bir neçə ayın içində çıxacaqdır. Ona görə eyni qiymət olsa, ya Poco X6 bundan bugünkü gündə bundan ucuzdur. Yəni ki, qiymətdə belə deyək də, Poco X6-nın 512 GB bundan demək 2 dəfə fərqi nə qədər eləsə yaxşı, təxmin bir 100-200 manat aşağıdır. Ona görə məsələ bunun almağın mənası var ya yox. İndi bunu ancaq özünüz bilərsiniz. Ümumiyyətlə Poco X7 gözəl, X6, X7 gözəl bir bugünkü gündə smartfonlardır. Çox müasir, dözümlü, keyfiyyətli. Qiymətdə X7 X6-dan bahadır. Yəni mənası var ya yox, o biraz belə deyək də. Yəni kim üçün deyər ki 200 manat böyük puldur. Kimsə deyər ki, məsələn mən bu qiymətə 500 nə qədərdir? Qoy baxaq. Demək 512. Bunu tam ortadan bölsək nə qədər eləyir? 258. Elə bir bunun 258-ini aldığımasa da 512 X6 alaram. Kimsə deyirsə, məsələn, yox, qoy biraz 258 olsun, ancaq daha da yeni, daha da müasir olsun. Ona görə buna görə heç bir məsləhət verə bilmərəm. Ümumiyyətlə deyə bilərəm ki, bugünkü gündə qiymətinə görə, funksionallığına görə çox gözəl bir smartfonlardır. Nəsə sualınız olsa şərhlərdə yazın, çalışaram tezliklə cavab verəm. Sağ olun, salamat qalın.